Uşaqda havadan nə istədiniz? Mən istədim ki, duran istəmişəm. Ya duran çox sevirəm. Duran evimizdə var. Bu il nə istədiniz? Bu indi boğulda Özünüz gəlmisiniz seçməyə və uşaqda hava gətirməyəcək. Gətirəcək. təkərləkli ayaqqabı. O nədir ki? Təkər çıxır altından sığın. Uşaqda havadan nə istədin bu il? Barbie. Hər il olduğu kimi bu ildə yeni il ərəfəsində uşaqlara hədiyyə seçimi diqqət mərkəzindədir. Hədiyyələr sırasında oyuncaqlar hər zaman üstünlük təşkil edir. Gəlin baxaq bu il tələbat hansı oyuncaqlaradır? Qarşıdan gələn atli olacaq bildiyimiz kimi. Bununla bağlı bizdə xüsusi olaraq atlini özəl gətirilmiş oyuncaqlar, at fiqurları, hərəkətli və hərəkətsiz at modelləri də var ki, bunlara da tələbat hal-hazırda yüksəkdir. Cizgi filmi qəhrəmanlarına tələbat yüksək olur. Məsələn, xüsusilə onları gəlib soruşan müştərilər olur və biz də həmin tələbata uyğun olaraq gətiririk. Məsələn, burada nümunə olaraq Stitchi göstərə bilərik ki, hal-hazırda xüsusi bir diqqət. Oyuncaqlar arasında həmçinin süni intellekt robotunun imitasiyası, yəni oyuncaq versiyasına da rast gəldik. Qiyməti 43 manata olan bu robot it də ən çox satılan hədiyyələr sırasında idi. Digər personajlarla bağlı oyuncaqlara da tələbat çoxdur. Bayram ərəfəsində valideynlərə uşaqların istəklərini tapıb almaq elə də asan olmur.